Salam, hər vaxtınız xeyir olsun. Dəyərli dostlar, istəkli izləyicilər. Mən bugün vətəndaş müraciəti əsasında demək Biləcəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan 19-da ərazidə yerləşən demək Bulaq restoranının ərazisindəyik. Vətəndaşlar müraciət edib, demək ağaçlar qurumuş, ağacların ziyan verməsi ilə bağlı vətəndaşların narahatçılığına nəzərə alıb biz burada yerində də çəkiliş eləməyə başladıq və burada da belə bir müşahidə elədik, dəqiq müəyyən elədik ki, burada 8 ağac doğrudan da çox deməli qəzalı vəziyyətdədir. Hətta ağaclardan siz görürsünüz çəkilişdə də yıxılıb, kökündən yıxılıbdır, yerdədir. Bunu heç yəni Ekologiya Nazirliyinin müvafiq strukturları, qurumları məsələ ilə bağlı gəlib araşdırma aparıblar və xüsusi deməli emblemlər də ağacların üzərinə yapışdırıblar. Ancaq çox təəssüflər olsun ki, verilən məlumata görə demək 6 ay müddət ərzində aidiyyatı qurumlara olunan müraciətlərə baxmayaraq heç bir nəticə yoxdur. İndi biz bu yerində araşdırdıq bir media orqanı olaraq bu ağacların da birbaşa şahid olduqca aşıb, qəzalı vəziyyətdədir. Biz bunu sizə ona görə göstəririk ki, aidiyyatı qurumlar bu məsələ ilə bağlı ciddi maraqlansınlar və gələcəkdə baş verə biləcək hər hansı bir demək faciənin qarşısını vaxtında alsınlar. Qeyd etmək istəyirəm ki, bəli, bu ağacların üzərinə bayaq mən qeyd elədim, xüsusi sarı belə etiketlər də vurublar. Bunlar da o anlama gəlir ki, ağaclar artıq quruyub, artıq bunlar deməli utilizasiya olmalıdır. Yəni bu məhv olunmalıdır, doğranmalıdır. İndi hansısa formada yəqin ki, nazirlik bunu bilir. Bu ağacdan bir 8-9 ədəd ağac var ki, bu formadadır. Özdə görürsünüz ki, ağac aşıb, digər bir ağacın üzərində dayanıb. Çox təhlükəlidir. Burada doğrudan da insan itkisi ilə nəticələnə bilən hər hansı faciə baş verə bilər. O baxımdan biz elə buradan da aidiyyatı üzrə bu çəkilişimizi, faktları Ekologiya Nazirliyinin müvafiq strukturlarına ünvanlayırıq.